Bir də başqa məsələ də var. Paşavanka şərik olursan. O ki qaldı məsələn IPO məsələsinə. Məsələn mən həmişə beynimdə paralellər aparıram da. Bir görsən qonaqlar deyir ki, mənim fikirləşmə metodum deyir ki, Tural deyəsən orada şeyləri, puzzle-ları yerinə qoyur. Neçə dəfə sən də onu mənə deyirsən. Bax məsələn IPO İlkin kütləvi təklif. birincisi Azərbaycan bank sektoru üçün ilk belə bir məsələdir və bunu ilk olaraq Paşa Bank edir. Öz hissələrini satışa çıxardır. Siz onun hissələrini alırsınız və sizinlə bölüşür də, öz gəlirlərini bölüşür. Bu elə bir ki, şirkətə pul qoymaqdan daha çox şirkətin gələcəyinə şərik olmaqdır. 100%. Necə ki sən düşünürsən ki, mən Apple-ın bir hissəsini alım, amma Apple-ın hal-hazırda olan hissələrini dollarla almaq lazım olacaq və sən onun mikro hissəsini alırsan. Amma sən real Azərbaycanda əsasları olan, bir fəlsəfəsi olan bir şirkətə invest etmiş olursan. Səhm alma ya da investisiyanın, maddi investisiyanı sındırsaq, yəni içinə baxmaq üçün, orada bizim qarşımıza çıxacaq bəlkə də ən belə vacib sözlərdən biri etibar məsələsidir də. Mən bu şirkətin inkişaf etməyinə güvənirəm. Zaten budur bizə o tətikləyici, trigger budur ki, mən gedim alım. Burada da biraz ad və logo öz sözün deyir bu IPO. 100%. Birincisi şirkətin adı, bundan öncə dediyimiz kimi hesabatları, əsasları bizə qiymətləndirməyə icazə verir. Bir də başqa məsələ də var. Paşavanka şərik olursan.